Azərbaycanla Rusiya arasında sərnişin qatarlarının hərəkətinin bərpası ilə bağlı rəsmi qərar yoxdur. Azərbaycan və Rusiyanın gömrük xidmətlərinin rəhbərləri arasında keçirilən görüşdə sərhəd keçid məntəqələrinin infrastrukturunun sinxronlaşdırılması, yük daşımaların sürətləndirilməsi və sərhəddə yaranan sıxlığın azaldılması məsələləri müzakirə olunub. Bu isə ictimaiyyətdə Azərbaycan-Rusiya quru sərhədinin açılması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Lakin rəsmi açıqlamalarda sərnişinlərin quru sərhəddən keçidinin bərpası və ya Azərbaycanla Rusiya arasında sərnişin qatarının yenidən fəaliyyətə başlaması ilə bağlı hər hansısa qərar və ya tarix açıqlanmayıbdır. Mövzuya münasibət bildirən Milli Məclisin deputatı Cavanşir Feyziyev qeyd edib ki, sərhəd keçid məntəqələrinin infrastrukturunun uyğunlaşdırılması ilk növbədə yük daşımaların və ticarət dövriyyəsinin daha səmərəli təşkili məqsədi daşıyır və onun sözlərinə görə bu dəyişikliklər gələcəkdə sərnişin daşımalarının daha rahat təşkilinə imkan yarada bilər. Deputat bildirib ki, quru sərhəddindən sərnişin keçidinin bərpası texniki deyil, siyasi və təhlükəsizlik məsələsidir. Bu istiqamətdə qərar qəbul ediləcəyi təqdirdə hökumət tərəfindən ayrıca elan olunacaqdır. Xatırladım ki, hazırda Azərbaycanın quru sərhədləri bağlıdır və mayın 25-dən etibarən isə Azərbaycan və Gürcüstan arasında beynəlxalq dəmir yolu əlaqəsi bərpa olunubdur. Azərbaycanla Rusiya arasında sərnişin qatarının bərpası ilə bağlı isə rəsmi qərar mövcud deyil.